Sosial şəbəkələrdə Azərbaycan Yazıçılar Birliyinin sədri Anar Rzayevin təkərli oturacaqda çəkilmiş fotosu yayılıb. Üzərində klinika yazılmış arabada əyləşən 87 yaşlı yazıçının bu görüntüsü onun səhhətində ciddi problemlərin olmasına dair müzakirələri yenidən gücləndirib. Bugün TV Qafqaz İnfoya istinadən xəbər verir ki, Anar Rzayev açıqlamasında səhhətində heç bir probleminin olmadığını bildirib. Lap yaxşıyam, hansı klinikadır heç xatırlamıram. Mənim klinikaya getməyim yadımda deyil. Yəqin ki, çoxdan çəkilib. Yazıcı, hazırda evdəsinizmi sualına isə sağ olun deyərək dəstəyi asıb. Qeyd edək ki, Anar Rzayev 1991-ci ildən Azərbaycan Yazıçılar Birliyinin sədridir. Hüsniyyə Salmanova, Bugün TV.